Hörmətli izləyicilər, hörmətli Azərbaycan xalqı, hamınızı buradan səsləyirəm, salamlayıram, bildirmək istəyirəm ki, 1-ci Vətən müharibəsinin yüksək döyüş iştirakçısı Çingiz Təhmədov Fərruxoğlu və 2-ci Böyük Vətən müharibəsinin 44 günlük qazisi Zeynalov Coşqun Çingizoğlu və bir evladım da əskər olaraq Kəlbəcər rayon 888-də yüksək səviyyədə xidmət edir və bildirmək istəyirəm ki, Cəlilabad rayonunda xəstəxanasında 2 həftə qazi yatdı orada. 2 həftə qazini anlattılar ki, bizi qoluna istem getmir. Damarlar lıxlanıb, tutulub. Anladırdılar. Demək olar ki, qazini orada öldürmək istəyirdilər. Orada bunun anasını öldürdülər. Cəlilabad rayon xəstəxanasında dövlət qanunu heç bir tədbir görmədi. İkinci evladımı Zeynalov Coşqun Çingizoğlu'nun 5 cəsur medalı ilə fərqlənən Cəlilabad rayon xəstəxanasında istem köçürtməyərək bildirirdilər ki, istem getmir qoluna, damarlar tutulub, hal-hazırda yalan danışırdılar, öldürmək istəyirlər. Öz başınalıqdır. Mən Vilayət Eyvazovdan birbaşa xahiş edirəm, baş prokuror Kamran Əliyevdən xahiş edirəm. Bunun hətta əməliyyatında elə eləyiblər, əməliyyatda 2 ayda əməliyyat olunub, əməliyyat sökülüb, boğarsıqlar çölə tökülüb. Xahiş edirəm Daxili İşlər Nazirindən, Kamran Əliyevdən, Vilayət Eyvazovdan bunu əməliyyat eləyən saxtakar demək olar ki, bilə-bilə qəsdən qazini öldürmək istəyirlər. Nədir pulsuz olduğuna görə? Ancaq rüşvət, vicdanların, namusların, əxlaqların pula satan şərəfsiz köpək oğlanlarıdır. Azərbaycanda təbib yoxdur. Amma görsünüz, sistem də gedir. Doktor kötürdür, Allah canını sağ eləsin, qazimizə yüksək qiymət verir, yüksək sevərək dəyərləndirir. Bu günlər sistem kötürməyərək bir aydır xəstəxanada yatır, ağır morfdan başqa istat vurmadılar və bildirdilər ki, apar, qazi artıq istemlər getmir bədəninə. Hal-hazırda istem gedir, istem köçürmürdülər. Hal-hazırda qanunsuz əməllərlə məşğuldular, şərəfsizliklə məşğuldular. Xahiş edirəm ölkə başçısı İlham Əliyev. Bax, bu cür şərəfsiz, biqeyriyyət, binamus, şərəfin satan təbibür, səhiyyöv, öz başınalığı yığışdır. Baş prokurorluqdan xahiş edirəm, bunu əməliyyat eləyənə cinayət işi qaldırmalıdır və Cəlilabad rayonunun direktoruna ağır cinayət işi qaldırmalıdır, həkimlərinə. Hal-hazırda istem gedə-gedə keçirməyərək həyatını təhlükəyə atıblar. Mən xahiş edirəm, adiyyəti üzrə orqanlardan Cəlilabad rayonunun xəstəxanasını birbaşa tədbirini nəzarətə götürsünlər. Hörmətli, mən prezidentdən xahiş edirəm, dövlət təhlükəsizliyi, baş prokurorluq, Kamran Əliyev, Vilayət Eyvazov, dövlət təhlükəsizliyindən xahiş edirəm. Birbaşa Cəlilabadın, ondan sonra onkoloji xəstəxananı nəzarətə götürsünlər, cinayət işi qaldırsınlar.